Salam aleykum, əziz kanalımızın izləyiciləri. Ə, Deməli, bir məsələyə toxunmaq istərdim. Sual verirlər yenə qapalı qoyunçuluq haqqında. Yenə o mövzuya toxunmaq istərdim, amma başqa tərəfdən yəni sual verilir. Məsələn, sual verilir ki, qapalı qoyunçuluq saxlayarkən onun gəliri, gedəri necədir, yəni qazancı nə qədərdir və s. Deməli, ilk öncə onu vurğulamaq istərdim. Qoyunçuluq da digər bizneslər kimi, belə deyim, individual bir yanaşmadır. İndi mən sizə izah eləyəcəm, siz də başa düşəsiniz, yəni nəyi demək istəyirəm. Məsələn, hansısa biznesi qurursan, sənin mütləq birinci növbədə biznes planın olmalıdır. Sənin mütləq sən bunları araşdırmalısan və heç kəs, inanın mənə, heç kəs onu təcrübədən keçirməyəcək, bilməyəcək. Yəni onun dəqiq qazancı nədir, onun ziyanı nədir və s. kimi. Yəni onu siz yenə də deyirəm, başqa bizneslərdəki kimi bilməyəcəksiniz. Niyə? Məsələn, biz ikimiz də bu işi qurduq. Ola bilsin ki, məndə bu iş alındı, hər bir şey yaxşı oldu. Ola bilsin ki, sizdə alınmadı. O da nədən irəli gəlir? Heyvan baxımından tutmuş, sərfiyyətinə kimi də, yəni bacardığınız qədər siz, məsələn, heyvan saxlayırsınızsa, deyək ki, əgər sizin əkin-biçin yeriniz varsa, bu daha da yaxşı olar. Sizin rasxodlarınızı aşağı düşürmüş olar. Özünüz əksəz, biçsəz, məsələn, otlağa yeriniz yoxdur çıxartmağa və yaxud sizin vaxtınız yoxdur. Qapalı şəkildə baxmaq üçün çox ideal variantdır. Məsələn, özünüz əkəsiz, biçəsiz, arpası olsun, yoncası olsun, fərqi yoxdur. Və yaxud sizin elə yerdir ki, dəmyadır, ancaq məsəl üçün dəmya yeridir, arpa əkə bilərsiniz. Ən azı nəyisə qənaət etmiş olarsınız. Və yaxud sizin buna da bir belə deyək, imkanınız yoxdur. Siz nə edə bilərsiniz? Ucuz vaxtında, biçim vaxtında gedib sahələrdən alıb yığa bilərsiniz. Bunun üçün mütləq sizin yem anbarınız olmalıdır. Yəni yemi saxlamaq üçün yeriniz olmalıdır. Yəni bunları nəzərə almalısınız. İlk növbədə siz şərait qurmalısınız. Və mən həmişə vurğulayıram, fərqi yoxdur. Yəni ümumiyyətlə sizin təcrübəniz yoxdursa bu sahədə, 10 qoyunla başlayın. Fərqi yoxdur. Qapalı saxlayacaqsınız və yaxud sizin heyvanlar örüşə çıxacaq. Hər bir iki versiyada 5-10 qoyundan başlayın və təcrübə toplayın. Çünki yenə dediyim kimi, biz məsəl üçün hesab aparırıq, biz fərziyyələrlə deyirik, danışırıq. Məsəl üçün YouTube kanalımda mənim qapalı qoyunçuluqla haqqında video roliklar var. Sonuncu videoda baxa bilərsiniz. Amma nə qədər məsəl üçün qıraqdan sizə məsləhətlər versələr, tövsiyələr versələr, yenə də bu individual bir baxımdır. Yəni siz özünüz təcrübədən bunu keçirməsəz, bunu heç kəs sizə dəqiq deyə bilməz. Yenə dediyim kimi, yəni heyvanların vaxtında tədbirini görmək, vaksinasiyasından tutmuş, qurd parazit dərmanlardan tutmuş və s. Bunlar hamısı şərtdir. Yem tədarükü və s. bunlar hamısı önəmli faktorlardır. Və yenə dediyim kimi, qapalı bu heyvan belə deyək, heyvandarlıq elə bir sektordur ki, gəlirli bir sahədir, gəlirli bir sektordur. Sadəcə düzgün yanaşmaq lazımdır. Necə ki, başqa sferdəki, başqa bizneslərdə, həmçinin qoyunçuluqda da, heyvandarlıq sektorunda da eynidir. Yəni, amma yenə dediyim kimi, sizə heç kəs dəqiq bu sferdə məsləhət verə bilməz. Yəni, o şəxslərə də qulaq asmayın. Məsəl üçün, hansılar ki, deyir ki, yox, qapalı, dədə-babadan, məsəl üçün, o psixoloji yeridilmə bir şey var. Baxson, heç özləri nə dəftər, nə kitab üzərində hesab aparmayıblar. Amma gəlginən ki, dərhal belə deyək, baltalayırlar da, belə desək, lor dində desək, yox, sərf eləmir və s. Elə adamlara da yəni qulaq asın. Yenə dediyim kimi, təcrübəli olan insanlar varsa, yəni məsəl üçün, əgər həqiqətən bunlar dəftər, kitab üzərə yəni hesab aparıblar, yəni bilirlər onlar, onlardan məsləhət ala bilərsiniz. Amma kör-körana məsləhət verən adamlardan uzaq durun. Bir də nəyə vurğulamaq istəyirəm? Siz bölgənizə baxmalısınız. Məsələn, aldığınız heyvan cinsinə baxmalısınız. Sizin bölgədə hansı cinslərə üstünlük verilir? Və yaxud hansı istiqamət daha yaxşı işləyir? Ətlikmi, yoxsa damazlıq istiqaməti? Bunları siz özünüz mütləq araşdırmalısınız. Və araşdıra yenə deyirəm, özünüz şəxsən bunu təcrübədən keçirdin. Yazın, yəni yenə dediyim kimi, nə qədər siz yemi, belə deyim, vaxtında ucuz yəni alsanız, bu sizin qazancınız deməkdir. Və əlbəttə ki, əgər sizin əkin sahəniz varsa,
bu daha da yaxşı olacaq sizin üçün. Daha da sizi belə deyək, rasxodlarınızı aşağı düşürmüş olacaq. Yəni bu qədər, yenə dediyim kimi, yəni zaten hər bir biznes bu risk deməkdir. Yəni dediyim kimi, 2 nəfər bu işi qura bilər. Siz batıra bilərsiniz, o yəni qazana bilər və yaxud əksinə ola bilər. Yəni ona görə hər bir biznesə incəliklə yanaşmaq lazımdır. Hər bir şey öyrənmək lazımdır. Biznes planınız olmalıdır. Heyvandarlıq da belə bir şeydir ki, sferdir ki, bilirsiniz ki, yəni şərait mütləq olmalıdır. Yeriniz biraz geniş olmalıdır. Yoxsa tövləni götürdüm, yəni tövləyə, heyvanlar gəzməsin, dolanmasın, salım tövləyə, saxlayın, belə iş olmaz. Siz 100% ziyanda olarsınız və heyvanlarınızı bu şəkildə qırarsınız. Ona görə belə şeylərdə diqqətli olun. Bizim kanalımızdan yararlanın. Abunə olun ki, bizdə belə mövzular tez-tez olur. Və indi məsəl üçün biz ona görə sizə belə bir %100 nəyisə məsləhət verə bilmərik. Sonra nəsə məsləhət verərik, gedib eləyərsiniz, alınmaz, deyərsiniz ki, baxın, Ramin belə bir məsləhət gördü, amma məndə alınmadı. Yəni biz istəmərik ki, bizim kanalımıza, adımıza bir nüfuz gəlsin. O yüzden özünüz şəxsən bunu təcrübədən keçirə bilərsiniz. Yenə dediyim kimi, vaxtında tədarük görsöz, heyvanları vaxtında qulluğunu eləsöz və s. niyə də alınmasın. Yenə deyirəm, hər bir şey birinci Allahdan, yəni ruzunu verən Allahdır və sonra da sizin özünüzdən asılır, yəni səbəblərdən yapışmalısınız. Bu qədər, yəni qısa, yəni izah eləmək istədim. Hətta bir də onu vurğulamaq istəyirəm. Məsəl üçün 2-3 il bundan öncə bilirsiniz ki, heyvanların qiyməti aşağı idi. O vaxt adam yenə də tərəddüd eləyirdi, hardasa çəkinirdi qapalıçılığın. Amma indi görürəm ki, yəni bu təsərrüfatçıların özləri də bunu təsdiqləyər. Görürəm ki, artıq hardasa balans var. Məsəl üçün yem, ot o qədər baha olmasa da, normal haldır ki, qışda görürsünüz ki, bahalaşır. Bunun da qabağını ala bilərsiniz. Yenə də deyirəm, yayda tədarükünüz görürsünüz. Siz qışda yem almalı olmazsınız. Və imkan varsa, yəni yenə də örüş varsa, örüşdən maksimum qədər yararlansınız, daha yaxşı olardı. Yəni heç olmasa 2-3 saat heyvan çöldən yesə, yenə də hardasa qənaət etmiş olarsınız. Amma bu da yoxdur, yenə dediyim kimi, vaxtında tədarük görəsiniz. Yəni çünki indi şükür, yəni balans var. Yəni heyvanların ki qiyməti artıb, hardasa görürsən ki, balans yəni var, yəni. Ona görə amma o demək deyil ki, siz bunu götür-qoy eləməməlisiniz. Öncə biznes planını qurmamalısınız. Yox. Mütləq və mütləq başqa biznes sferlərdə necə, təsərrüfatda da elə. Biznes planınızı qurasınız, yerinizə, bölgənizə baxasınız, araşdırmalısınız və dediyim kimi, ən yəni azı 5 dənə, 10 dənə qoyunla başlayın bu işə. Və mütləq dəftər, kitab üzərə. Bu qədər. Allah malınıza bərəkət versin. Allah gördüyünüz işlərinizə bərəkət versin. Salam aleykum. Kanalımıza abunə olun ki, növbəti videolarda da xəbərdar olasınız.